Hakim rolunda Ələkbərli Banu. Alqışlayın. Prokuror rolunda Fidan Salmanova. Vəkil rolunda Zəhra Xan Əhmədli. Oksigen ittiham olunan Zeynəb Ümbətova. Şahidlər bitki rolunda Nigar Həsənova. Yanğın qurbanı Fidan Həsənova şikayətçidir. İnsan rolunda insanlar adından Qurban Qurbanov. Kimyaçı alim Banu Əliyeva. Məhkəmə açıqlayır. Bu gün oksigen elementi müxtəlif ittihamlara qarşı-qarşıyadır. İttiham tərəfi və müdafiə tərəfi hazırdırmı? Hazır cənab hakim. Bu gün biz sübut edəcəyik ki, oksigen dünyaya həm fayda gətirir, həm də təhlükə yaradır. Müdafiə tərəfi də hazırdır cənab hakim. Biz sübut edəcəyik ki, oksigen həyata əhəmiyyət daşıyır və olmadan insanlıq mövzusu ola bilməz. Cənab hakim, oksigen təhlükələr gözünü göstərmək üçün tərəfi sübutları təqdim edirəm. Başla. Cənab hakim, kontrol haqqıdır. Oksigen cəzalandırılmalıdır. Çünki oksigen yanğın zamanı baş verən alovu daha gücləndirir və bu alovdan mənim evim, əşyalarım buna görə də oksigen cəzalandırılmalıdır. Cənab hakim, prokuror doğru faktlar gətirir. Lakin məsələni düzgün izah etmədi. Yanğınların baş verməsində əsas günahkar oksigen deyil, insan amilləri və digər şəraitlərdir. Yanğının baş verməsi üçün 3 əsas səbəb lazımdır. Yanacaq, istilik mənbəyi və oksigen. İnsanların ehtiyatsızlığı, elektrik nasazlıqları və təbii fəlakətlər yanğının əsas səbəbləridir. Cənab hakim, alovu daha gücləndirən oksigen deyil, küləkdir və biz buna görə oksigeni günahkar görə bilmərik. Cənab hakim, oksigen həyatımız üçün çox vacibdir. Oksigen olmasa biz yaşaya bilmərik. Fotosintez sayəsində oksigen istehsal olmasaydı, nə biz bitkilər, nə heyvanlar, nə insanlar sağ qalmazdı. Oksigen tibbdə çox vacibdir. Tənəffüs çətinliyi olan insanlar üçün əməliyyat zamanı narkoz birlikdə oksigenlə istifadə olunur. Mən oksigenin sərbəst buraxılması istəyirəm. Oksigenin protonlarının sayı 8, kütlə ədədi 16, neytronlarının nüvəsindəki neytronlarının sayı isə 8-dir. Oksigen bizim üçün çox önəmlidir. Onun birləşməsində ekvivalentlik göstərilir. Oksigen bizim tənəffüs prosesimizdə, həmçinin gündəlik həyatımızda çox önəmli elementlərdən biridir. Günahlandırmayaq onu. İndi mən deyirəm. Biz oksigeni tam yox edə bilmərik. Əks halda insanlıq və bütün canlılar məhv olur. İttiham tərəfi güclü faktlar gətirir. Oksigen həqiqətən də yanğınların güclənməsinə səbəb olur. Lakin müdafiə tərəfi də sübut etdi ki, oksigeni günahlandırmaq yanlışdır, çünki o həyat üçün vacibdir. Qərar. Oksigen günahsızdır. Yanğınların səbəbi insan ehtiyatsızlığı və digər amillərdir. Bunun üçün yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir. Məhkəmə bitmişdir.